bugün təhsil sistemindən danışacağıq ki, Türkiyədən gələn qonaqlarımız var. Özellikle bizim proqramımızda səslərinin duyulmasını istəyiblər. Özellikle də bilirsiniz ki, bu dönəmlər abituriyentlər üçün, tələbələr üçün çox çətin, çox əslində məsuliyyətli, həmçinin də səbirsizliklə belə ürəkləri tuk-tuk döyünür ki, görəsən necə olacaq, nə olacaq. Bu dönəmlərdə bir çox universitetlər tələbələrə açıq qapı edirlər və öz fikirlərini yönləndirirlər ki, məhz qazandığınız ballarla, məhz öz bacarığınızla, öz təhsilinizlə gəlib bizim tələbəmiz ola bilərsiniz. Amma nə etməliyik, necə etməliyik? Artıq abituriyentləri və abituriyent cavabı gözləyən valideynləri ekran qarşısına daha yaxın dəvət etməyi istəyirəm. Hal-hazırda studiyamızda Ankara Türk Hava Kurumu Universitetinin rektoru Profesor Rahmi Er və Profesor Rıza Ağazadə gəlir. Xoş gəldiniz. Aleykümselam, merhabalar. Çok hoş geldiniz, sefalar getirdiniz. Ben öncelikle vurguladım ki bugün təhsil sistemi dünyanın her bir yerinde çok önemlidir, çok vacibdir. Bizim ülkemizde her bir valideyn övladının təhsilinə çox önəm verdiği üçün bu bizim üçün çox vacib tərəfdir. Və bir daha təşəkkür etmək istəyirəm qardaşlığımıza, aramızda olan sevgi bağına və bütün sahələrdə olan birliyimizə. Hoş gəlmişsiniz. Hoş bulduk. Asıl ben teşekkür ediyorum. Bize bu imkanı verdiniz. Azerbaycanlı kardeşlerimize seslenme imkanı, hitap etme imkanı verdiğiniz için, üniversitemizde tanıtma imkanı verdiğiniz için hepinize gönülden teşekkür ediyorum. Çok minnettarım. Tabii biz Türk Hava Kurumu Üniversitesi olarak aslında Türkiye Cumhuriyeti'nin kurucusu Gazi Mustafa Kemal Atatürk tarafından 1925 yılında kurulan Türk Hava Kurumu esasen Türk gençliğine havacılığı sevdirmek için kurulmuştur ve savunma sanayini güçlendirmek, hava kuvvetlerini güçlendirmek amacıyla kurulmuştur. Ve biz de Ankara'da bu ilk Atatürk tarafından kurulan ilk uçak fabrikasının bulunduğu Türk Kuşu yerleşkesinde Türkiye'nin ilk eğitim uçağının, ilk nakliye uçaklarının yapıldığı yerde yüksek öğretim alanında faaliyet yürütüyoruz. Ve biz esasen Türkiye'de işte gözü yükseklerde olan, istikbalini göklerde arayan, havacılık tutkunu, havacılık sevdalısı gençleri buluşturuyoruz. Daha çok savunma sanayini güçlendirmek amacıyla savunma sanayinin ihtiyaç duyduğu nitelikli mühendisleri biz yetiştiriyoruz. Sadece havacılık temalı bir üniversiteyiz. Uçak mühendisliği, uzay mühendisliği, elektrik elektronik mühendisliği, bilgisayar ve yazılım mühendisliği, makine mühendisliği gibi mühendislik programlarımızda savunma sanayinin ihtiyaç duyduğu nitelikli mühendisleri yetiştirmenin gururunu yaşıyoruz. Ayrıca tabii havacılık yönetimi, lojistik yönetimi ve işletme gibi işte gençlerimizin geleceğini şekillendirmeye yönelik, geleceğin mesleklerine kavuşturmaya yönelik de eğitim programlarımız var. Tabii bunların yanı sıra bizim tabii bir de kendi hava alanımızda pilot yetiştiriyoruz. 3 havaalanımız var. Bunlardan birisi Ankara'da Türk Kuşu Etimeskut Havaalanı. Orada 26 Cessna tipi uçağımızla geleceğin nitelikli sivil havacılığa pilot yetiştiriyoruz. Aynı zamanda Antalya'da da bir havaalanımız var ve İzmir'de de havaalanımız var. Dolayısıyla sadece havacılık alanında ülkemizin ve kardeş ülkelerin nitelikli insan kaynağını yetiştirmenin gayreti içerisindeyiz efendim. Ne gözəl. Təşəkkür edirik. Ətraflı tam məlumat üçün mən bir əlavə etmək istəyirəm ki, Azərbaycan Respublikasında Aviasiya Akademiyası var ki, həqiqətən də bizim sizin dediyiniz havaçılıq eğitimini, yəni Aviasiya Akademiyasında çox mükəmməl şəkildə tədris edirlər. Bizim doğrudan da pilotlarımız hədsiz dərəcədə mükəmməl təhsil alırlar və bugün doğrudan da dünyaya və dünyada bir ölkələr var ki,
ki, məhz bu sahədə texnika sahəsində olsun, nə bilim, teatr sahəsi olsun, musiqi sahəsi olsun və yaxud da riyazi sahə olsun, dediyiniz kimi fərqli tip sahəsi olsun ki, çox yönəlirik, daha çox gəlirik Türkiyədə təhsil almağa, Almaniyada təhsil almağa. Hər ölkənin bir sektorunun daha çox inkişaf etdiyi tərəfi var ki, Türkiyənin də məhz bu tərəfi çox yüksək şəkildə bilirsiniz ki, inkişaf edib. Zamanında bizim müəllimlərimiz belə getdilər, oxudular, öyrəndilər, gəldilər. Bəzi bilgiləri daha mükəmməl şəkildə, hətta bizim tələbələr sonra bilirəm ki, necə təcrübə üçün gedirlər, təcrübə almaq üçün döyüşçülərimiz necə gedir? Bilirəm ki, pilotlarımız da belə təcrübə üçün gedirlər. Yəni, indi tam məkanında, tam qaynağındayıq. Elə mi Rıza bəy? Ben sizin sorunuza cevap vermeden önce çok teşekkür ederim programa davet ettiğiniz için. Ayrıca ben de bir Azerbaycan asıllı olarak burada olmaktan onun Addan soyaddan hissettim zaten. Onun gururunu da yaşıyorum. Yani benim için çok özel bir yeri var Azerbaycan'ın. Burada biz rektör hocamızın da bahsettiği gibi burada bizim gerçekten yani dünya çapında çok benzersiz imkanlara sahibiz havacılık alanında. Yani kendi havaalanı, kendi uçağına sahip bir üniversiteyiz. Yani bunu biz burada Azerbaycanlı kardeşlerimize de tanıtmaktan ayrıca bir mutluluk duyuyoruz. Biz burada bulunduğumuz sürece çok güzel görüşmeler gerçekleştirdik. Hatta Milli Aviasya Akademisi ve Azerbaycan Teknik Üniversitesi ile de görüşmelerimiz oldu. Çok işbirliği için çok güzel alanlar var. İnşallah yakında çok güzel haberler duyabilirsiniz. İnşallah. Onu bir altyapı ve ilk görüşmeler yapıldı. Burada biz hocamızın da bahsettiği gibi yani havacılığı sevdirmek, havacılığı seven gençlere bir imkanlarımızı sunmak ve onların önünü açmak. Temel amacımız buydu burada bulunmakta. İnşallah bundan sonra daha çok arkadaşlarımızla iletişimde oluruz. İnşallah təhsilli və doğrudan da ürəkli, eyni zamanda mənim anlamımda öyrənəcəyin, icra edəcəyin sənəti öncəliklə sevməlisən. Nə olur olsun, hansı peşə olursa olsun, istər bənna ol, istər çəkməcə ol, yəni fərq etmir. Onu sevərək edirsənsə, o iş dünyanın ən mükəmməl işidir, ən gözəl işidir. Sevəcəksənsə, ağrısına, acısına, əziyyətinə də dözəcəksən. Amma bir də tələbəçilik dönəmi var ki, bu çox çətin, çox stresli bir dönəmdir. Təhsil dönəmi, həmçinin də ən maraqlı dönəmdir. Bəli, hər kəsin həyatında arzu edir ki, kaş o illərim olardı, yenidən bir başqa cür yaşayardım. Amma Türkiyədə təhsil bugün dünyanın əksər ölkələrindən Türkiyəyə təhsil almağa gələn gənclər var, yeniyetmələr var. Bunların qalması, yerləşməsi, öncəliklə bizim valideyn, Azərbaycan valideyni buna çox önəm verir. Çox önəmsizdir ki, mənim övladım necə bir ortamda qalacaq. Dərsini oxumaq üçün, güvənli olması üçün, təqaüd alması üçün ki, tələbə təqaüdü də çox vacibdir və sonrası var bunun, işlə təmin olunması. Burada təhsil alan uşaqlar, bizdən gələn gənclərimizi işlə təminat kimi bir sual altında nöqtəsi varmı, yoxsa qayıdacaqlar ölkəyə? Bax, bu tərəfi olsa inanın ki, axın olacaq, əgər işlə təmin eləsəz. İş imkanları ilgili de şeye. Yango'da Papa John's'tan pizzalara 40% indirim. Tek bir de sipariş edin. Tabii ki bir kere Azerbaycanlı evlatlarımız Türkiye'ye geldikleri zaman adeta kendi vatanlarında gibi orada Yani biz muamele daha rahatız ediyorlar. ama biz de yine buraya de geldiğimiz zaman aynı şekilde kendi ülkemizde, kendi vatanımızda gibi hissediyoruz. Dolayısıyla Azerbaycanlı evlatlarımızı, kardeşlerimizi kendi çocuklarımızdan ayırt etmiyoruz. Türk yüksek öğretim sisteminde bizim yani Türkiye Cumhuriyeti vatandaşlarına sunduğumuz imkanlar neyse hemen hemen aynısını Azerbaycanlı evlatlarımıza da sunuyoruz. Onların güvenlikleri, onların istihdam edilebilirlikleri, Türkiye'de çalışmaları da aynı şekilde bizim önemsediğimiz hususlardan birisi. Doğrusu Türkiye'de biliyorsunuz savunma sanayi çok güçlü. Biz üniversite olarak da Türkiye'nin havacılık alanında o güçlü savunma sanayi kuruluşlarıyla yani TUSAŞ gibi, ASELSAN gibi, HAVELSAN gibi
Roketsan gibi kuruluşlarla yakın işbirliği halindeyiz. Çocuklarımız özellikle işte uçak mühendisleri, uzay mühendisleri buralarda staj yapmak suretiyle tabii ki sektörde aranan elemanlar haline geliyorlar. Yani istihdam edilebilirlikleri çok yüksek mezunlar yetiştiriyoruz. Evlatlarımızın tabii ki gelecekleri her şeyden önce bizim için çok önemli. Onların hayal ettikleri bir aşamaya geçebilmeleri için o yolculukta biz onlara mihmandarlık yapıyoruz, rehberlik yapıyoruz. En iyi şekilde yetiştirmeye çalışıyoruz. Teşekkür edirik önceden. İnşallah ki bu son aylar hem sizin üçün, hem bizim üçün, hem təhsil sahəsində uğurunu gözləyən abituriyentlər üçün çox uğurlu bir il olsun. Və mən əminəm ki, Azərbaycandan həqiqətən də arzusu, istəyi üzrə bu sənətin ardınca gedən tələbələrimiz çox yolcu olacaqlar sizə. İnşallah ki, tələbələrimizi çox ali şəkildə təhsilli, savadlı, rahatlıqla da belə deyək də iş tapıb öz həyatını qura biləcək, ayaqları üstündə dura biləcək peşəkarlar kimi geri gözləyirik. Təşəkkür edirəm və proqramımız tamamlanır. Bir daha hər birinizə göz haqqınıza görə təşəkkür etmək istəyirəm. Hansı sənətdə, hansı peşədə olursa olsun, düşünürəm ki, insanı bu dünyada sevgi idarə edir. Çünki bugün sevgisindən sizə və həyata pay verən aktyorlarımız da, qonaqlarımızdır ki, onların işi, onların əziyyəti də bilirsiniz ki, danılmazdır. Sonda biz bütün qonaqlarımıza və özəlliklə aktyorlarımıza siz tamaşaçını alqışlayaraq sağollaşmaq istəyirik.